Salam Aysa. Salam belə. Nə işləyirsən belə? Bu nədir? Hinduşkaların uni təmizlədik. Bax görürsən, gəl bura, gəl bura. Aha. Amma sarı tüklər var, hinduşkalar sarı tüklər. Aha. Xeyirli olsun. Hə, sağ ol. O ki nə qədər də kebabda bişirsən, kebabda bişirsən. Sarı tüklər ərimir. Görsən quzularımızı. Ay maşallah. Allah bərəkət versin. Bəh, bəh, bəh. Beyləqan ailəvi restoran, Beyləqan kebab evi həmişə öz sözü quzularla deyib, kebabımızla demişik, yeməklərimizlə demişik. Hər kəsin yolunu gözləyirik. Depozit yoxdur. Canlı musiqi olacaq bayramda da inşallah. Ailələr ancaq zalda, ancaq ailələr olacaq. Yəni kişi zat qoymayacaq kabinetə, zala. Deyim biləsiniz, ailələrlə gələ bilərsiniz, yeyib içib istirahət edə bilərsiniz. Canlı musiqilər, gözəl məkanımızda görsəniz. Buna bax, buna bax, Və buna bax. evlərə sifariş çatdırma, Volkbol şirkəti əlavə də kim istəsə əti varsa bişirtməyə gəlib pişirə bilərlər. Gördüyün kimi, görsən də ciyərlərə də bax. Buna bax, buna Buna şişmişdir. körpə Bəh, ciyərlər. bəh. Harda? Seymursanın yanında. Qazan yeməklərimiz bax, gəl bura. Bax, bəh, bəh. Buna bax, buna bax, buna bax. Kebablara bax, dobro, şişlər. Vay, vay, vay. Kebablar vay, neçəyə? vay. Hinduşka Neçəyə? 8 manat, 9 Su manat, 7 qiyməti. manat, 6 manat, bəli. Qazan yeməyi açıq göstər, döyməmizə bax, Bəh, döyməmizə. bəh. Bu nədir Aysa? Belə, belə bu nədir? Ələngə, ələngə. Vay, vay, vay. Ələngəyə bax. Bal, Bəh, bəh, bəh. Ələngə neçəyə? 20-25 manat. Ay maşallah. Baha yemək yoxdur, qazan yeməklərimizə bax. Bax, buğlama, Buna bax, buna quzu bax, soyutmamız buna bax. gözəl. Çəpişimiz burada şabalıqlı çəpişimiz. İndi pişir, indi pişir. Bu hinduşkadır. Bəh, bəh. Turşulu, şabalıqlı turşulu və gəl bura, gəl bura. Ən məşhur Bəh. rulet kebabları. Bu heç də bu. Bilirsən də 5 manat. Bəli, bəli. Seymur Usta'nın Və özünə hinduşka məxsus. salatları sevənlər, yolunuzu gözləyirik, ad günü eləmək istəyənlər, banket menularımız ucuz qiymətə 28 manatdan başlayır yuxarı. Əsas odur ki, yekə quyruq quzular var, deyir quyruğu yekə quzular. Bax, quyruğa bax. Bu quzulardan yemək istəyənlərin yolunu gözləyirəm. Hər cür yeməyimiz var. Xaçdan tutmuş, həngəlinə tutmuş, düşbərəsinə tutmuş, pitisinə kimi, Tuncay. Dadlı yeməklər yemək istəyənlər hara gəlsin? Şef Seymur Usta'nın yanında. Beyləqan ailəvi restoranında Bəli, yolunu gözləyir. bəli. Sağ olun. Sağ ol.